Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün bütün dünyanın gündəmində olan bir olaydan danışacağıq. Həm də o elə bir olaydır ki, Rusiya-Ukrayna müharibəsini, İranda baş verənləri az qala kölgədə qoyacaq qədər gündəmi zəbt eləyib. Təbii ki, Epsteinlə. Həm də sizlər çox suallar verirsiniz o barədə ki, niyə ondan danışmırsınız? Mən özüm də danışacağım, amma bugün qonağımız, dəyərli dostumuz, siyasi ictimai arenada özünə məxsus imzası olan bir nəfəri dəvət eləmişik. Yaxşı tanıdığınız Ramin Əliyevdir. Son Ümid Xalq Hərəkatının rəhbəri. O barədə danışacaq. Diqqətiniz bizdə olsun. Bəyənin, paylaşın, fikirlər, suallar yazın. Biz də verilişimizə bismillah eləyək, necə deyərlər. Xoş görürük Ramin bəy. Xoş gördük. Ramin bəy, bu Qurtlar Vadisi məşhur serial başlayanda, onun başlanğıcında dünyada baş verənlərlə bağlı rəqəmlər sayırdılar ki, dünyada o qaranlıq ticarətdə birinci yerdə silahdır. İldə neçə milyard, trilyon ondan gəlir əldə olunur qara bazarda. İkinci yerdə narkotikadır, üçüncü yerdə də şantaj. Biz onu belə bilməm. Məsələn, orqan alveri, qadın alverini düşünürdüm, amma sən demə üçüncü yerdə şantajlar imiş. Bəzən siyasi, tarixi hadisələrdə o şantajın əhəmiyyətli rolu olur. Elə yaxın, elə 21-ci əsrdə görə Türkiyədə neçə siyasi lider o şantaja görə, təhdidə görə istefa verdi. Məsud Yılmazdan tutmuş, digərlərinə qədər. CHP rəhbərinə, Kılıçdaroğlu'na qədər. Bu hallar oldu və Rusiyada da bunlar olub, xaricdə də olub, başqa ölkələrdə də bir 5-6 il, 10 il bundan öncə Wikileaks adlı bir belə partlayış baş verdi. Bütün siyasi gündəmi dəyişdi. Ölkə başçılarının mövqeyi, gizli danışıqları nələr elədi. Bugün də Epstein. Wikileaks'dən də qabaq nələrsə olmuşdu. Sovet yeni dağılanda və s. deyirdik KGB bunu eləyib, yaxud da Mossadın əldə olan məlumatlarıdır. Bugün də Epstein var. Niyə məhz belə bir şeylər yenə də var, yəni ki, gizlidir, nə vaxt açılacaq. Niyə məhz birinci istəyirəm Epstein nədir ondan danışaq. Sonra niyə məhz bugün onu qabartdılar. Ondan bəhs edir. Amma ümumiyyətlə Epstein nədir? Bax, insanlar elə eşidir, çoxsu, sadə insanlar bilmir nə deməkdir. Buyurun. Epstein Amerikalı riyaziyyatçıdır, riyaziyyat müəllimi olub. Soyadıdır Epstein yəni. Jeffrey Epstein, bəli. Riyaziyyat müəllimliyindən milyarderliyə ucalan xətlə addım atıb və onun, belə deyək, biznesi şantaj üzərində qurulub. Yaxşı dostlar tapıb, dövlət hökumət orqanlarında. Müxtəlif ölkələrdə. İlk öncə ABŞ-da. Və ondan sonra ABŞ kəşfiyyatı ilə yaxın əlaqələrə keçib, Mossadla yaxşı əlaqələr qurub və nəticədə Amerikanın, belə deyək, dövlət xətti ilə lazımi məqamlar üçün təslim olmayan liderləri şantaj eləmək, gələcəkdə tabe etdirmək üçün Jeffrey Epsteinin ideyalarından istifadə olunub, çirkin ideyalarından istifadə olunub. Yəni, Jeffrey Epstein əslində bir fiqurdur. Onun arxasında sionist təşkilat dayanır. Gəlin belə deyək də, qısacası, hər bir ölkənin ən yaxın keçmişində bir arxiv sənədləri var. Zaman-zaman Azərbaycanda da arxiv sənədlərinin açılması ilə bağlı iddialar səsləndirilib, kimlər danışıb. Amma ümumi nəticə olaraq sadəcə bu polemik olubdur, mövzu olubdur, blef olubdur. Açılmayıb. Açılmayıb. İndi onu demək istəyirəm ki, Azərbaycan daxil bütün dünya ölkələrində arxiv sənədləri ümumilikdə bir oxa, bir mərkəzə tabe kimi görünür. Bugün Epstein hadisəsinin, olayının baş verməsindən sonra artıq İnsanların baxışı tamam fərqlidir, dəyişib. Bəzi insanlara bu çatmayıbdır. Yəni, analiz eləmə qabiliyyətini sanki şok olub bitiriblər. Ümumiyyətlə, 2014-cü ildə ilk dəfə Rusiya Ukraynaya savaş açdı və ondan qabaq nə baş verdi?
WikiLeaks nəşri dünya dövlətlərində müəyyən aparıcı siyasi ölkələrdə siyasətinin qabaran hissəsini aradan qaldırmaq üçün bir ajataj yaratdı. Xatırlayırsınızsa, Azərbaycanda da belə bir WikiLeaks-də dərc olan sənədlər Azərbaycan hissəsi də vardı ki, Pegasus dinləmə sistemi vasitəsilə Azərbaycanda siyasilərin telefonları dinlənilib, şəxsi məlumatları əldə olunub, hökumət tərəfindən və s. bir çaxnaşma düşdü. Və təxminən 6-7 ay davam edən bu çaxnaşma səngidi. Bu əslində şantajın ilk mərhələsi idi və xəbərdarlığı idi. Görünür ki, ABŞ başda olmaqla siyonist rejim dünyada belə deyək, Sovet rejimi dağıldıqdan sonra artıq yenilənmə sistemi həyata keçirilmək üçün planlar ortaya qoyulmuşdu. Fikir verin, Qarbaçovun perestroyka, yəni yenidən qurma layihəsi əslində yatmış xalqlara elan edilmişdi, eşitdirilmişdi. O zaman da, bu zamanda insanlar Qarbaçovu SSR-ni dağıdan xəyanətkar bir adam kimi tanıdı. Amma həqiqətdə məsələ nə idi? Qarbaçovun dili ilə Mərkəzi Asiya respublikalarına, Rusiyanın özünə və Pribaltika dövlətlərinə ümumilikdə 30.2 milyon kvadrat kilometr əraziyə bu bəyan edilmişdi. Və 30.2 milyon kvadrat kilometr ərazidə 4 milyarda yaxın insan yaşayır. Yəni dünya ölkələrinin əhali sayının tam 64% bu coğrafiyada yaşayır. Və insanları sanki nələrə hazırlamaq üçün ilkin, belə deyim, anlayışlı dillə siqnallar ötürürdülər. Yenidən qurma yanına da aşkarlıq da qatmışdı. O da aşkarlanan mənasında da düz deyirsiniz. Bəli. Və o dönəmdən bu dönəmə proseslər getdi. Görünən odur ki, 70 illik qapanma insanları çox sadəlövləşdirilmişdi, məlumatsızlaşdırmışdı və insanlar hələ tam hazır deyildi. Çünki bizim bazar, belə deyək, informasiya bazarı boş idi. İnformativ məlumatlar da tükənən sayda idi, məhdud çərçivədə idi və insanlar lazımi səviyyədə qidalana bilmirdi informasiya baxımından. Və birdən-birə ac adamı yeməyə üstünə buraxanda necə olur? Bilmir hansından yesin. Çünki beyin siqnalları qarışır bir-birinə. Yəni bizdə də bu hal baş verdiyinə görə, bizdə dedikdə, Sovet respublikalarında bu hal baş verdikdə, Avropa və ABŞ düşündü ki, hələ bunların inkişaf etməsinə çox var, o cümlədən Çinin özü və nəticədə başları İraqa, Suriyaya, Ərəb ölkələrinə qarışdı. Avropa və ABŞ-ın Böyük Britaniya siyasətinə uyğun olaraq, siyonist siyasətə uyğun olaraq sistemli şəkildə bunlar tükətməyə getdilər. Hətta Afrika ölkələrinə belə sömürgəçiliklə daha uzun müddətli arxain şəkildə məşğul olmaq üçün heç bir maneə görmədilər. Və bu boşluqdan da Çin təbii ki, istifadə elədi, inkişaf elədi. İqtisadiyyatını, siyasətini qoyuram kənara, həm də kəşfiyyatı inkişaf elədi. Bugün fikir verirsinizsə, Çinin üzərinə baskılar artdıqca dünyada qəribə hadisələr baş verir. Sanki Çin ora yönəldir də. Çin eləyir bunu. İstiqamət dəyişir. Yox, deməzdim Çin eləyir. Yəni Çinin super güc olmasını istəyən qüvvə eləyir. Amerikanı dəstəkləyən qüvvələr hazırda istəyir ki, yenə tək qütblü dünya olsun. Türklər necə deyir, ABŞ dünyanın jandarmasıdır. Və ABŞ yenə jandarma rolunu oynamaq istəyir. Lakin Donald Trump'ın ikinci dəfə hakimiyyətə gəlişi və dünyadakı siyasi situasiya ABŞ-ın xarici siyasətinin iç yüzünü çıxartdı ortaya. Trump'ın simasında. Baxmayaraq ki, respublikaçılar, demokratlar siyasi səhnədə didişdilər və s. rəqib kimi özlərini göstərdilər. Amma əsl səbəb və mahiyyət nə oldu? Epstein sənədlərində nə göstərir? İki rəqib, Bill Clinton, Barack Obama, ata Bush, oğul Bush. Bu insanlar
siyasi səhnədə bir-birini didirlər, amma Epstein adasında Birlikdə iyrənc əylənirlər. rituallar həyata keçirmək üçün əyləncə mərkəzlərinə gedirlər və Jeffrey Epsteinin qonağı olurlar. Əslində Jeffrey Epstein belə deyək, administrativ mövqedə dayanan şəxsdir. Yəni idarə edici şəxs funksiyasını oynayır. Burada Bəlkə də təyin olunub bu. əlbəttə təyin Hansı qüvvələr təyin görünməyən edir. güclər, qüvvələr, şeytani rituallar ümumiyyətlə həyata keçirilən mənbələr, məkanlar İranın özündə də var, Azərbaycanın özündə də var. Bilmədiyimiz çox sirlər var. İndi bildiklərimizdən danışırıq. Və bu kimi məsələlər qabardıqca, dünya siyasətinin iç yüzü açıldıqca bəzi insanlar var ki, siyasi iradədən getmir söhbət. Təkcə mənəvi düşüş yaşayan insanların ümidləri tamamilə gələcəyə qırılır. Ona görə bəzi şeylər açıb danışmaq olmur ki, çox da həddən artıq pessimistik yaratmaq yaxşı bir şey deyil. Amma ikinci bir məsələyə toxunaq. Sizin sualın indi əsl cavabına gətirim. İslam dünyasında bir film çəkilib, Çağrı filmi. Sallallahu əleyhi və səlləm Əfəndimiz, Məhəmməd Peyğəmbər bir gün o qədər mübarizədən sonra insanları ətrafına yığır, yəni öz dəstəsini belə deyək, ətrafına yığır, deyir artıq vaxt, özümüzü bəyan etməliyik. Bu günə qədər qaçırdılar, gizlənirdilər, həmin ana qədər ki, hətta Sallallahu əleyhi və səlləm Əfəndimiz sahabələrinə belə deyirdi ki, çalışın əllərinə keçməyin, məhv olmayın, siz mənə diri lazımsınız, İslamı təbliğ eləməliyik. Amma həmin gün məhz deyir ki, artıq üzə çıxmalıyıq və İslamı bəyan edib yaymağın zamanı gəldi. Həm də ona qədər öldürün demirdi. Öldürün demir. Artıq indi deyir, öldürə bilərsiniz. İslam üçün cihad eləyin, öldürün. İndi nəyi müqayisə eləmək istəyirəm? Təbii ki, indi şeytani rituallı ayinlərlə dolu bir çirkin oyunu müqəddəs amaldan paralel yapmaq olmaz. Olmaz, amma oxşarlığa gətirirəm ki, eyni metod, hə. Metod. Bugün də Jeffrey Epstein sənədinin belə partlayış verməsi sanki bilərəkdən oldu. Necə olur ki, ABŞ Ədliyyə Nazirliyi bu sənədləri üzə çıxardır. Adında qoyurlar təsadüfən bir işçinin, prokurorluq orqanı işçisinin təsadüfi qarşısına çıxan sənəd nəticəsində bu baş verir. Halbuki orada olan adadan qurtulanlar dəfələrlə çıxış etmişdi, o qadınlar dəfələrlə iki bacı ya başqalar çıxış eləmişdi, susturmuşdular, prokuror ümumiyyətlə məhkəmə baxmamışdı. İndi birdən-birə güya təsadüfən baxıldı və o da susturmadılar. Deməli artıq zamanı yetişib. Əslində Jeffrey Epstein sənədinin faş olması üçün, açıqlanması, dünyada bəyan olması, yeni skandal yaratması üçün bunu istəyən qüvvələr var. Ki, artıq zamandır. Bundan sonra heç nə yumşaq formada olmayacaq, daha sərt olacaq, daha iyrənc olacaq. Bunu demək istəyirlər, bunun siqnallarını ötürürlər. Fikir verin, biz hər zaman Azərbaycan əhalisinin, Azərbaycan xalqının bir ənənəvi dədə-baba düşüncə tərzi var. Hər zaman indi siyasi sferada siyasətlə məşğul olan şəxslərdən götürəcək nümunəni. Biz düşünürdük ki, indi yəqin ki, bəzi dostlar məndən bu fikrimə görə inciməz. Düşünürdük ki, haradasa dövlət qurumları bizi izləyir, təqib edir, bu başa düşüləndir. Heç bir hakimiyyət özünə rəqib istəməz ki, həm də təhlükəsizliyə görə də bəli. Güclü rəqibi olmasını heç kim istəməz. Təhlükəsizlik məsələsini qoyaq kənara. Digər bir tərəfdən düşünürdük ki, siyasilər bu qədər döyürlər, işgəncə verirlər və s. Onların yataq otaqlarına sızıb Azərbaycan hakimiyyətində, dövlət strukturlarında adı ilə də, məsələn, kameralar qoyulur, yataq səhnələri və s. şəxsi məsələləri açıb ağardılır. Şantaj metodu kimi. Düz deyilmi? Biz illərlə bunu fikirləşmişik. Amma bu Epstein olayı ortalığa çıxandan sonra başa düşdüm ki, və analiz edib nəticəyə gəlirik ki, şəxsən mənim qənaətim budur ki, Azərbaycan istər Dövlət Təhlükəsizlik Xidmətində, istər Daxili İşlər Nazirliyində, istər digər qurumlarda, nəinki Azərbaycanda,
Azərbaycan daxil dünya ölkələrinin hər birində bu sionist rejimin, Epstein olayını yaradan şəxslərin hər birinin xüsusi agentura şəbəkəsi formalaşır. Necə bizdə uşaqdan böyük hər kəs deyir ki, Rusiyanın burada 80 minə yaxın agentura şəbəkəsi var. 70 il oradan, bir 30 ildə buradan biz Rusiyanın şantajlarının qarşısında acizik. KGB idarə etmə üsulunu hələ də qalır və s. kimi səsləndirir. Amma əslində isə görürük ki, elə Sovetlərin ümumiyyətlə Rus imperiyasının ən yaxşı dövləti, ən təmiz, özünü müstəqil hesab elədiyi dövrlər Stalinin ölümünə qədər imiş. Ondan sonra artıq sionist rejim, yəni Yahudilər deməzdim, Yahudi milləti deməzdim. Millətin bura heç bir adəti yoxdur. Belə bir söz oldu. Bütün sionistlər Yahudidir, amma bütün Yahudilər sionist deyil. Bəli. Yəni burada millətçi mövqedən yanaşmayaq. Burada konfigurasiyadan baxımdan, prizmadan yanaşaq ki, Stalin ölümündən sonra 53-dən sonra artıq SSRİ-yə də yavaş-yavaş agentura şəbəkəsi yerləşdirilib və burada bir nömrəli səbəbkar Böyük Britaniya olubdur. Çünki Böyük Britaniyanı qıcıqlandıran əsas amil nə idi? Bunları mən niyə sadalayıram? Bu tarix hadisələrin hər biri zəncirvari bir-birindən əlaqəlidirlər. Yəni, 2-ci Dünya Savaşında Böyük Britaniya və ABŞ SSRİ-yə kömək eləməsəydi, Almanlar SSRİ-ni məğlub eləyəcəkdi. SSRİ qalib gəldikdən sonra isə SSRİ rəhbərliyində olan şəxslər dəfələrlə bəyan etdi ki, bu bizim xalqların öz mübarizəsi nəticəsində əldə olunmuş qələbədir. Yəni, ABŞ-ın, Böyük Britaniyanın dəstəyi unuduldu və danıldı. Nəticədə bunlarda qıcıq yarandı və sistematik olaraq Stalindən sonra başladılar sistemli şəkildə agentura şəbəkələrini yerləşdirməyə. Yəni, o boydan, o nəhənglikdə dövlətin KGB sisteminə agentura şəbəkəsi yerləşdirildi, Azərbaycanda yerləşdirilə bilməz. Dəfələrlə fikir verin. İlham Əliyev dönəmində baş vermiş bir neçə parlament seçkiləri var. Gəh dedilər, parlament buraxıldı, yenidən seçildi, yenə həmin deputatlar nə oldu? Rus yönlü adamlar yenə seçildi. Biz hamımız burada nə olubsa, ümumiyyətlə Azərbaycanda nə baş veribsə, hər bir xırda addımı biz Rusdan görmüşük. Hətta Ramiz Mehdiyev gedəndən sonraki parlament seçkilərində də heç nə dəyişmədi. Dəyişmədi. Yəni, yaxşı, Ramiz Mehdiyev Rusa bağlı adam idisə də, ondan sonraki parlament seçkilərində nə dəyişdi, heç nə dəyişmədi. İnsanlar çox düşünür bu sualları. Paranormal hadisə yaşayırlar insanlar sanki. Azərbaycan siyasi sferasında, ümumiyyətlə Azərbaycan cəmiyyətində paranormal olaylar baş verir və çaşqınlıq yaranır ki, yaxşı, Ramiz Mehdiyev getdi. Onun yerində başqası gəldi. O adam prezidentin yanında olan şəxsdir, deyək, Ramiz Mehdiyevlə tutalım ki, xəyanətə əl atmış adamdır. Bəs yenə həmin nəticə. Nəticə dəyişmir. Deməli nədir burada? Burada bir yox, bir neçə dövlətin xüsusi kəşfiyyat orqanlarının marağı olduğunu bir daha sübutudur. Və bu gün də Epstein məsələsində, indi bu yaxınlarda müxalif siyasilərlə, siyasi fəallarla, ictimai fəallarla iqtidar yönlü insanların arasında faktiki bir dəqiqə soyuq müharibə gedir, döyüş gedir, bir-birlərinə şantaj materialları, əl atmalar. Bizdə. Faktiki olaraq Azərbaycandan gedir söhbət. Yəni, bunu nə bir deputat səviyyəsində, nə bir ictimai fəal səviyyəsində, nə siyasi xadim səviyyəsində heç kimsə çıxıb danışmayıb ki, bu nə məsələdir? Ya da dur deyən yoxdur, bunda sanki maraqlıdırlar ki, davam eləsin. Yox, dur deyən yoxdur, tərəfdən getmiş söhbət. Hərə öz ağasına daha yaxşı görünmək üçün qarşı tərəfi lazım gəlsə söyüşlə, təhqirlə cavablandırmağa çalışır. Məsələn, deputatlar dəfələrlə, məsələn, Mehman Hüseynovla bağlı, digər xaricdə olan blogerlərlə bağlı cəfəng fikirlər səsləndiriblər deputatlar. Olmayan şeyləri danışıblar. Əgər siz olmayan şeyləri danışmışsınızsa, təbii ki, onlar da olmayan şeylərin əsasında cavab verəcək sizə. Bir də ki, söyüş ritorikasını faktiki olaraq Azərbaycan iqtidarı dönəmdə
siyasi arenaya, siyasi səhnəyə elə iqtidar nümayəndələri gətirib. Bir ölkənin iktidarı əgər bu formadadırsa da, müxalifəti hansı formada ola bilər? Yəni, iqtidar düz olmalıdır ki, müxalifət də düz olsun, düz deyil mi? İndi Mehman Hüseynovun belə deyim, yataq otağını çəkib faktiki paylaşıb edirlər. İndi Epsteinlə bağlı əlaqəli olmayan şeyləri açıq-aydın izah edirəm ki, insanlar görsün. Yəni, dərk eləməliyik ki, bu hadisələr hardan qaynaqlanır. Və Mehman Hüseynov artıq bir aydan çoxdur ki, müəyyən süjetlər, reportajlar çəkiliş eləyir, paylaşımlar eləyir. Və bəzən dostlar mənə deyir ki, bu mövzuya toxunma, iqtidarın qəzəbinə düçar olarsan, qəzəbinə tuş gələrsən, həbs olunarsan, cinayət işi açılar və yaxud nəsə başından bir tükəsik olar və ya el dilində desək. Yəni, sənə heç kim cavabdeh durmaz. Mən də deyirəm, yox, elə deyil. Ümumiyyətlə, söyüş ritorikasını ümumiyyətlə yığışdırmaq lazımdır. Həm iqtidar tərəf, həm müxalifət tərəfi şəxsi məsələləri toxunmadan mübarizə aparmağı bacarmalıdırlar və nəhayət onu öyrənməlidirlər. Bundan əlavə, indi gələk əsas məsələyə. Burada Mehman Hüseynov məsələsində və digər siyasilərin yataq səhnələrinin ortaya çıxarılması məsələsində mən düşünürəm ki, dövlət orqanlarında işləyən şəxslərin əli ilə bu hadisələr törədilsə də, burada dövlət orqanlarının adının hallanması şərti ilə bu işlər aparılsa da, faktik olaraq nə iqtidar istəməz ki, belə biabırçı olaylarla gündəmə gəlsin. Nə də müxalif cəbhəsində olan şəxslər istəməz ki, belə bir biabırçı məsələlərlə ortalığa çıxsınlar. Milli mentalitetə də indi demək istədiyim nədir? Suallar çoxdur. Bu Epstein məsələsi, bayaq dediniz. İndi o Epstein məsələsinin bir qolda gəlir, bizim siyasi arenada iqtidarlı müxalifətli döyüş meydanına çıxır. Deməli nədir? Siyonist rejimin, belə deyək də, əhatə elədiyi dünya dövlətləri və onların kəşfiyyat orqanlarının daxilində olan agentura şəbəkələri istədiyi an hər hansı bir Azərbaycan olmasın, Ermənistan olsun, Gürcüstan, hər hansı bir dövlətin daxilində çaxnaşma yaratmağa əmr gözləyirlər. Və hər iki tərəf bir-birinə qarşı qoyub, hər iki tərəfi gözdən salırlar. Və xalqı ümidsizləşdirirlər. Sanki dünyəvi bir oyuna hazırlayırlar. Sabah məsələn İlham Əliyev çıxıb desə ki, əziz xalqım, əziz millətim, bu dünya güclərinin atdıqları addımlara, yazdıqları senarilərə inanmayın. Bunlar əslində bizi bu oyunlara gətiriblər və s. Və yaxud müxalif təşkilatlardan hər hansı partiya rəhbəri, misal üçün deyirəm. Müxalif partiya rəhbəri desə ki, elə hörmətli İsa bəy desin və hörmətli Əli bəy desin, Allah qapısını açsın. Bunlardan biri desə, təbii ki, xalq heç birini inanmayacaq. Çünki niyə? Hər iki tərəf gözdən salınıb. Məsələ odur. Bunu kim eləyib? İndi artıq dərk eləyirik ki, Azərbaycanda baş verən olayların 90%-i Azərbaycan iqtidarının əlində deyil. Və bugün şantaj yolları ilə. Məsələn, İranla bağlı hadisələr baş verməkdədir. Və Amerikan gəmiləri, döyüş təyyarələri və s. İran körfəzində dayanıblar. İran körfəzində dayanıblar. Amma İrana hələ ki hücumun məqamını, vaxtını gözləyirlər. Sanki hansısa dövlətlərdən ərazi üçün icazə. Axı, qurudan edilən hücumların maliyyə dəyəri daha aşağı olur. Sanki bu şantaj metodlarından Azərbaycan hakimiyyətini dalana diriblər ki, İrana qarşı öz ərazindən istifadəyə icazə verir. O da olmayacaq. O da mümkünsüzdür. Ermənistanla və Azərbaycan iqtidarı da gücü çatdığı qədər dirəniş göstərir və biraz da artığını, belə deyək. Fikrimi tam izah edeyim, yekunlaşdıraq, digər suala keçək. Yəni ki, Mehman Hüseynov olayı, Qabil Məmmədov olayı və yaxud Ramin Əliyev və s. digərlərinin hər hansı bundan sonra olaylar bir-birini əvəzləyəcək. Gündəm dəyişəcək. Yeni, belə deyək, təəccübləndirici mövzularla gündəm dəyişiləcək. Fikirlər yayındırılacaq. Amma nəticə nədir? Sərf edici məqamda. Necə ki, 2-ci Sultan Abdülhəmidə Qızıl Sultan deyirdilər. Qəzetlərdə, manşetlərdə çıxmaq. Halbuki xeyirxah insan olub. Və onun yaxşılıqlarını yazmayıb,
etdiyi sərtlikləri qəddarlıq kimi Uzun qəbul edir. müddət onu pis adam kimi qələmə Bəli. verdilər tarixdə. Bugün faktiki həmin oyunlar yenə əhatə eləyir siyasi arenanı, amma modern formada. Yəni zamanın tələbinə uyğun formada. Bugün hal-hazırda gedəcək proseslərin fonunda bölgəmizdə yaranacaq qığılcım, tutalım İranın Azərbaycana qarşı atdığı hər hansı hərbi addım Azərbaycana mənfi təsir göstərəcək, Amerikaya göstərməyəcək. Necə ki, Ukraynada savaş gedir, Rusiya ilə Ukrayna qarşı-qarşıyadır, amma qazanan tərəf kimdir? ABŞ. Silahını satır, yeri gəlsə. İnsan alveri ilə məşğuldur, siyonist rejim tərəfindən. Təsir gücü də artır. Təsir gücü artır. Fikir verin, 2002-ci il depremləri və 90-lardan üzü bu yana olan depremlərdə bir neçə dəfə Türkiyədə baş verən zəlzələ olaylarında, hadisələrində ABŞ, Böyük Britaniyadan gələn belə deyək, ümumi yardım, qida və s. ləvazimat yardımları Türkiyə Səhiyyə Nazirliyi, keçmiş Səhiyyə Nazirinin adı yadımdan çıxdı. Yox. Həmin şəxs 2 dəfə geri göndərib. Və bunu Türkiyə mediasında işıqlandırıblar və onu pis adam kimi qələmə veriblər, belə deyək, el dilindən desək. Lakin o dirəniş göstərib. Nəticə nə olubdur? İndi üstə açılır ki, bu niyə edirmiş bunu? Çünki Türkiyədən 20 minə yaxın, o zəlzələ dönəmlərində 20 minə yaxın uşaq yoxa çıxıb. Suriyadan, İraqdan, ancaq müsəlman dünyasından nə qədər cavan, hətta yeniyetmələr yoxa çıxıb. Qəzzada ən axırıncı 10 minlərlə yoxa. Bugün Qəzza bombalanmaqdadır. Yenə İsrail dayanmır. Onlara biz deyirik ki, soyqırım törədir. Soyqırımdan əlavə. Bunlar sanki Allahlıq iddiasına düşüblər. İnsanlar, yəni insan demək olar sonlara. Epstein və digər onun əlaltıları elə ABŞ-ın əslində İrana hücumu bəlkə də daha tez olardı. Bu Epstein olaylarının ortaya çıxmanın bir səbəbi də. O gün maraqda niyə məhz indi çıxdı? Bir səbəbi də sanki ləngitmə oldu və Çinin gücünə bələd olmayan. Çünki niyə? Bunlar rəqibdilər. Çini dəstəkləyən qüvvələr və ABŞ dəstəkləyən qüvvələr. ABŞ dəstəkləyən qüvvələr Çini dəstəkləyən qüvvələrin gücünə tam bələd olmadığına görə riskə getmək istəmir. Düzdür, təbii ki, ABŞ enerji resurslarını ələ keçirmək, dünya ağalığı eləmək fikrinə düşür və s. və s. Amma bu tam baş verməyəcək. Və bugün Epstein olayında fikir verin, mətbuatda da çıxdı ki, Kürdəmir, Azərbaycan Kürdəmir rayonunun adı da hallanıbdır. 4 dəfə deyir, 4 adı dəfə hallanıbdır. Amma nədir mahiyyətini açmır. Bir neçə nazirin adı hallanıb. Sonra Azərbaycanla bağlı hissə ümumiyyətlə çıxarıldı. Artıq mətbuatda o səslənir. Kürdəmir Azərbaycan mərkəzi hissəsidir. Belə xəritədən Böyük rayondur. Və hər zaman deyirlər ki, Qaraçılar Yevlaxda daha çoxdur. Yevlax Qaraçıların məskənidir. Amma həqiqət var ki, o vaxt bir araşdırma eləmişdim, təxminən 24-25 yaşımda. Hər kəs elə bilir ki, Qaraçılar Yevlaxda, yenə deyirəm, daha çoxdur. Amma Ağdaşda. Məlum olurdu ki, Ağdaş, Kürdəmir bu istiqamətdə Qaraçıların əsl ovalığı oradır. Və ola bilərmi ki, bu Qaraçıların dilənmə adı ilə çıxdığı ərazilərdə uşaq oğurluqları deyirlər ki, Qaraçılar filan kəsin uşağını apardı. Yoxa çıxdı ki, deyirlər Qaraçılar oğurladı. Ola bilərmi ki, bu oğurluqlar, bu orqan mafiyası da gedib Epsteinə bağlı olsun? Demək, o zamandan bu yana var. Hər zaman olur. Ya alıcı varsa satıcı həmişə olacaq. Hər zaman olur. Və orqan bağışlamaq, orqan dəyişdirilmə bunlar hardan baş verir? O bayaq dediniz ki, sən demə orqan mafiyasının, orqan alverinin gətirdiyi gəlir digərlərindən aşağı imiş. O açıqlanmır axı. Açıqlana da bilməz. Və bugün bir şey də məlum olur ki, Rusiya KGB-sinin Epstein məsələsindən bağlı düzdür günahlandırılsa da, həm Sovet, həm Rusiya KGB-si. Çünki bəlkə Mossad dediniz, amma KGB ilə son zamanlar adı hallar ki, KGB yaradıb güya. Yox, onu demək istəyirəm ki, Rusiya KGB-sinin adı hallandırılsa da, əslində mən düşünürəm ki,
Düzdür, Rusiya bizim ermənidən daha çox düşmənimizdir. Rus siyasi elitasından gedir söhbət. Rus KGB-si hər zaman bizə, Azərbaycan xalqına qarşı sərt və amansız olubdur. Amma burada məqsəd odur ki, Rusiya KGB-si Çin kəşfiyyatından birlikdə bu məsələlərin açılmasına maraqlıdır. Yenə deyirəm, qayıdıram bir məsələyə ki, Mehman Hüseynov və Emin Hüseynov qardaşları indi həm də Tovuzdular, mənim yerlərimdir. Prezident və onun ailəsi ilə bağlı videolar, paylaşımlar eləmişdi və deyir ki, qardaşım və mən çəkmişik. Sadə insan da bunu bilir ki, bu 2 nəfərin işi deyil. Təbii. Kəşfiyyatın işidir. Məsələn, şantaj aləti kimi istifadə olunsun və s. və s. Yəni, üstü örtülü müəyyən məqamlara indi toxunmaq istəmirəm. Amma yenə deyirəm, şəxsi məsələdir. Heç bir insan şəxsi məsələlərinə qarışmaq olmaz. Və bir şey də vurğulamaq istəyirəm ki, məsələn, siyasi fəaliyyətlə məşğul olandan bu yana qədər, günün bu günə qədər, məsələn, mənim də şəxsi həyatımda şantajlar gedir. Xırda bir dəqiqəlıq. Yəni, istər qadın vasitəsilə, istər qız vasitəsilə, istər borc vasitəsilə. O şərdir də siz dediyiniz. Şantaj olanı gizlin çəkməkdir. Yox, təhdid olunmaq, təhdid edilmək və plus da ki, günü bugün məsələn deyirlər ki, müəyyən məqamlarda şantaj materiallarından səni şantaj edə bilərik. Deyirəm ki, mən öz hərəkətimi, davranışımı yaxşı bilən adamam. Misal çəkirəm. Sabah hansısa xüsusi xidmət orqanı, xarici kəşfiyyat idarələrində, belə deyək, hansısa dövlətin mənə şantaj eləməyə cəhd eləyə bilməz. Çünki siyasətdə olduğun müddətdə sən hər bir addımda xüsusi diqqət yetirməlisən. Əgər sən qarşı tərəfə müxalifsənsə, sənin özünü qarşı tərəfə müxalif olaraq istifadə eləyəcəklər, sən əli ilə onlara qarşı material topladacaqlar və zamanı gələndə hətta səni öldürüb onların üstünə atacaqlar, qarşı tərəfin. Onda xalq kütlə inanacaq ki, bunların əleyhinə döyüşür, elə öldürən də bunlardır. Halbuki həqiqətdə elə deyil. Həqiqətdə qarşı tərəfin heç xəbəri olmur ki, onu kim öldürdü. Bəzən hətta onu qorumaq zorunda qalır ki, başına bir iş gələr, deyərlər ki, hətta qoruyaraq onu, məsələn, hansısa müxalif siyasi... Hətta türməyə salıb da qoruyurlar. Siyasi lider, partiyanın sədri, təşkilatın sədrini qatı, məsələn, düşmən mövqedə, siyasi düşmən mövqedə dayansa da, baxır ki, hansısa kəşfiyyat orqanları onu öldürməyə cəhd edib, bunun üstünə atacaqlar. Ona görə məcbur olurlar, hansısa qurumun əli ilə tutub çərdə saxlayırlar. Müəyyən müddətə ki, eyb yox, qoy elə bilsinlər ki, diktatorial rejimdir, nə bilim, siyasi rəqibini sıradan çıxartmadır və s. və s. Amma qoy elə bilinsin. Amma dövlətin belə deyim, maraqları uğrunda təbii ki, indi hakimiyyətlər bəzən dövlət marağını qorumur. Amma pik hədlərdə heç bir hakimiyyət istəməz ki, dövlət yıxılsın. Təbii ki. İstənilən hakimiyyət qorumağa çalışır. Və bu baxımdan da siyasi rəqibləri xarici xüsusi xidmət orqanı öldürməmiş, yaxud zərər yetirməmiş aradan çıxarır, həbsdə saxlayır. Ki, bunun qarşısını alsın ən azından. Məsələn, hətta bir hadisə belə danışım ki, bir nəfər siyasi şəxs vardı, ona yaxınlaşıb çərdə deyiblər ki, səni filan vaxt öldürmək istəyirdilər, biz səni tutmasaydıq, sən getmişdin. Qalacaqdın bizim üstümüzdə. Həmin adam deyir ki, mən çıxan bir günə qədər əziyyət çəkmədim. Yəni, belə nüanslar var. İndi Epstein məsələsi də irisindən xırdasına bütün dövlətlərin hər bir sahəsinə, hər bir strukturuna elə mükəmməl səviyyədə zərgərdəliklə yerləşdirilib ki, bəzən xalqla iqtidar arasında, xalqla müxalifət arasında telləri elə qırırlar ki, o cəmiyyət tamamilə səssizləşir. Və həqiqəti itirir deyə susqun qalır. Həqiqəti itirir, kim inanacağını bilmir. Bugün gözünə müxalifət inanan var, nə iqtidar inanan. Ortada bir gündə partlayış olanda böyük xaos yaranır. O xaosdan da yenə faydalanan kim olur? Həmin o siyonist quruş. Deməli, situasiyanı idarə eləmək güc tələb edir.
biz o situasiyanı, olayları idarə eləməyə əlimizə götürməliyik bütün Mən hallarda. dəfələrlə demişəm. Türkiyə azdan çoxdan götürə bilir də bəzi ölkə. İran da götürür yeri gələndə. İranda Amma son vaxtlar artıq o yırtıldı. Öz yaxınlarında olan. Sən demə elə özlərindən o dronlar, raketlər elə İranın öz ərazisindən atılır. o məlum Bu məsələdir. O dərəcədə kimi ələ alıblar. o hadisələr baş verəcək. Yəni ki, mən zamanla hər zaman gəncliyimə belə deyim, gənc siyasi fəal olduğuma görə mi deyim və s. və s. Dəfələrlə demişəm ki, köhnə siyasi elitalar yaxşı olar ki, yavaş-yavaş üzü sulu-sulu siyasi səhnəni tərk etsinlər. Dünyada belə təcrübə varmı ki? Yəni bax, mən üzr istəyirəm, çox dediniz, mənim suallarım qalıb hamısı. Bəzi aktyorlarımız var, 70-75 yaş, hamısını çıxardıb birdən-birə evə qovurlar. Axı onlar balaca bir rol vermək olar, heç rol oynamasın. Oturur gənc aktyorlar, gəlir bu Karfey sənətkardan müəyyən məsləhət ala bilir də. Süleyman Dəmirər də halsız idi, amma bütün dünyanın siyasətçiləri, o cümlədən Azərbaycanın, səhv eləmirəmsə siz də görüşmüsünüz. Gedib Türkiyədə oturub onun evində ondan məsləhət alırdılar, söhbət edirdilər. Yəni niyə uzaqlaşıb getsin hansısa bir adada dincəlsin? Yəni siyasi, axı onlar nəyəsə təməlin qoyub. Bəzi sirlər var o dövr üçün. Onlar daha yaxşı bilir. Ola bilər mən çılğıncasına nəsə bir söz deyim, o deyər yox, belə eləmə. Belə danışma, nə bilim, bu deyil, əslində budur, beynimiz açılır. Məsələn, biz gənc olanda Elçibəy danışdıqca baxırdıq, gördük ki, hər danışdıqca özümüzü balaca hiss edirdik ki, bu adam, biz başqa cür düşünürük, emosiyasız filan, bax, belə şeylər deyirdi, dünyanın sirlərindən deyirdi. Ona görə üzü sulu yox, yəni aktivlik olmasın. Üzü sulu niyə deyirəm? Ona görə deyirəm ki, yəni bir siyasi partiya liderinin yaşı artıq 60-dan yuxarıdırsa da, bunlar siyasi səhnədən üzü sulu getsin dedikdə, yəni idarə etmə strukturunun rəhbəri heyətini formalaşdırmaqdan çəkinsinlər. Yəni sivri ucda dayanmaqdan çəkinsinlər və cavanlara yavaş-yavaş mövqe verməlidirlər və onları əvəzləyəcək alternativlər olmalıdır. Yəni nə vaxta kimi Azərbaycanda siyasi elitada, yəni yaşlandıqca onları əvəzləyəcək gənclər olmayacaqsa, alternativsizləşəcəklərsə, həmin siyasi partiyalar şəxslərə, fərdlərə bağlı olacaq. İdeologiyaya yox. Mən qəti razıyam. Milli Məclisdə dəqiq özümü bilim, 17 nəfər var ki, heç bu, yəni oturmaq, davranış, o şeyləri artıq o yaşa görə eləyə bilmirlər. Üzr istəyirəm dönə-dönə tamaşaçılardan, pamperslə gəlirlər Milli Məclisə. Mən onu gedib yoxlamamışam, amma durumundan bəlli olur. Yuxluyurlar, aylarla gəlmirlər, biri gedir neçəsini yerinə səs verir. Siz sırf müxalifəti deyirsiniz, əvvəla sizin bazanız varmı ki, ta ki bugün sizin sözünü eşitdi, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, ADP və digərləri dedi, biz rəhbərlikdən gedirik. Sizin elə bir imkan varmı onu tutmağa və bu iradınız həm iqtidara aid niyə deyil? Məsələn, nazirlər var, deputatlar var 80 yaşında, böyük vəzifələrdə var. Nə bilim, o tenderlərdə filanlarda görsən 80 yaşında adamlar odur. Niyə gənclər olmaz? Xeyr, elə mənim iradım tək müxalifətə aid deyil ki, elə İlham Əliyev hakimiyyətinə aiddir ki, yəni sənin strukturlarında, ətrafında özünü gümrah hiss etməyən Rabil Mediyev yeriyə bilmirdi. Elmlər Akademiyasında gəlib görmüşdünüz də. Həyətində birdən biz oralarda nəşriyyata filan gedən gündə adam zorla yeriyirdi, amma yenə də oturub işləyirdi. 38-ci il təvəllüddür da, 2 ildən sonra 90 yaşı olacaq. Yəni mən də ona görə deyirəm ki, şey eləyək, nəsə iqtidarda gəncləşmə adı altında məsələn bir neçə cavan icra başçıları rəhbərliyə gətirildi, strukturlar dəyişikliklər oldu. O da, hə. Amma nəticə eyni də sıfırdır. Məsələ odur ki, Harvardı bitirib gələn, Dünən danışdığı o barədə. ABŞ universitetlərini Avropa və s. Avropa və s. o təhsil ocaqlarını bitirib gələnlər elə o oranı bitirib gəlib deyə onu vəzifəyə qoymaq lazım deyil ki. Mühüm, önəmli postlara xalqın içindən çıxan gəncləri qoymaq lazımdır. Çünki xalqın hər təbəqəsinin addımından xəbərdardır. Varmı elələri?
Təbii ki, var. Sizin təşkilatda varmı? Bəli, var. Həm təşkilatda, həm ətrafımızda insanlar var. Bəli. Kifayət qədər savadlı gənclər var ki, onlar papağını günə yandırır. Onlara dövlət qayğısı, diqqəti deyilən şey yoxdur. Sadəcə hökumətin şəninə söz demədiklərinə görə yaxın buraxmırlar. İnsan da deyə bilmir. Ha. Deyə bilmir. İstəsə də deyə bilmir. İnsan da istəsə də yaltaqlana bilmir. Bu demək deyil ki, o ömrünün axırına kimi çürüməlidir. Bu adamın belə deyim, dövlət iradəsi var. Dövlət kimliyi və dövlət mənliyi var. Milli adamları dəfələrlə hörmətli Əli Mustafanın dilindən eşitmişik bu sözü. Milli adamlar deyir ətrafa yığılmalı. Başa düşdük. Aydındır. Kiçik haşiyə. Deyin, hə, zamanımız da olur. Demək istədiyim odur ki, Azərbaycan hakimiyyəti keçmişdə vəzifə Heydər Əliyevin dönəmində, indi hazırda İlham Əliyevin dönəmində olmuş məmur övladlarını hansı yüksək postlara gətirməyin qarşısını alsa, Azərbaycan həm daxili siyasəti möhkəmlənəcək, həm xalqa söykənəcək yer olacaq, həm də ki, vəhdətlik yaranacaq ortada. Sual çoxdur, təəssüf ki, zamanda olur. İki sualımı birdən verim, cavab verin. Birincisi, bu Epşteyn'də diktator, deyim, avtoritar rejimlərin rəhbərlərinin adı yoxdur. O demək deyil, onlar təmizdir də, bəlkə də daha betər şeylər var. Yəni, o şeylərdən uzaq qalıblar, kənarda qalırlar. Çin rəhbərini götürək, İran rəhbərini götürək, məsələn, Hafiz Əsədi, Bəşər Əsədi, yaxud da Rusiyanı götürək. Bunlar yoxdur. Nə əcəb yoxdur, yəni onlarla bağlı. Bir də daha çox Trumpın faktlar, videolar, orada şəkillər var, az yaşlı, o bəlli yaşa çatmayan qızlarla şəkilləri filanları, bu hələ göstəriləcək şəkillərdir. Göstərməyənlər də daha çoxdur. Bu impeachment olayına səbəb ola bilərmi Trumpla bağlı? ABŞ tarixində ümumiyyətlə ikinci suala birinci cavab verim. Buyurun. ABŞ tarixində ümumiyyətlə impeachment tək bir dəfə baş veribdi. Ondan sonra impeachment olayı olmayıbdır. Və Trumpa qarşı baş verməsi də mümkün görünmür. Çünki elə Epstein məsələsinin açılmasında əsas səbəbkarlardan biri Trumpdır. Yəni, təşəbbüskar olub deyirsiniz. İkili standarta uyğun olaraq, necə ki, bir agent ki, kəşfiyyat xidmətinə işləyə bilirsə, Trump da eyni addım atır və eyni strategiyanı ortaya qoyur. Əslində, Bill Clinton vaxtında deyirlər, dirəniş göstəriblər, o qətiyyətlə imkan verməyib buna, açılmasına. Obama da həmçinin imkan verməyib. Bəs necə olur ki, Trumpın dönəmində açılır? Trumpın birinci dönəmində, o ikinci dönəmində açılır. Deməli, Trumpın özü istəyir. Və yenə deyirəm ki, bayaq qeyd elədiyim kimi, özlərini bəyan etmək zamanı gəldi. Bundan sonra hər şey fərqli olacaq mesajıdır. Birinci sualınız daha doğrusu necə oldu? Diktatorlar nəzəb yoxdur. Avtoritar rejimlər niyə yoxdur? Avtoritar rejimlərdə diktatorlar nəzəb yoxdur. Birincisi, diktatorların orada olmasına lüzum yoxdur ki, diktatorlar o Epstein'in çıxartdığı hoqqaları öz ölkələrində rahatlıqla eləyə bilirlər. Əllərinin altında hər bir şərait var. Qısacası. Varidat da var deyə də pula da elə ehtiyacı. Onların ona ehtiyacı yoxdur. Öz ölkələrində onsuz da xalqlarının başına istədikləri oyun açılır. Son sualım, bu nə qədər, adətən Wikileaks'də də belə dedilər, qeyri-adi bir şey olmadı. O bəzən bizdə bəzi müxaliflər var idi. Axşam deyir, çıxış eləyəcəm, bütün ölkə qalxacaq ayağa. Axşam çıxış eləyir, heç nə olmur. İndi bu Epstein'də, indi deyirik də, onu jurnalistlər filanlar qabardır. Filankəs olub. Düzdür, bəyən istefalar var Amerikanın özündə də. Amma belə fundamental, belə qlobal dəyişikliyə lüzum yaranmayıb hələ ki, görünmür. Bu nəyə, yəni bu Küsabın köpüyü kimi uçub gedəcək, yoxsa hansısa dünya siyasətində bir dəyişiklik eləyəcək? Bu, indi mason deyilən bir sistem var, yəni siyonist rejimin qurduğu sistem. İndi masonlar nə dərəcədə var, yoxdur, bu mifdə onu deyə bilmərəm, amma bu sistem həqiqətən var. Bu sistemin özəlliyi və gücü ondadır ki, çox mahir və ustacasına çaşdırıcılıqla məşğul ola bilirlər. Məsələn, biz siyasi lider yetişir, xalqa güvənir, arxalanır ki, sabah mənim başıma bir iş gəlsə tutulsam, xalq ayağa qalxacaq, qan su yerinə axacaq.
tutulur, heç nə baş vermir. Deməli, orada agentura şəbəkəsi o qədər mükəmməl işləyir ki, hər iki tərəfli işləyir ki, lideri məyus eləyir. Həm özünün ümidini qırırlar, həm xalqın gözündə kiçildirlər, həm də xalqın ümidini tükədirlər. Bax, bu siyonist rejimi yıxmaq üçün Allahdan bir vəhy gəlməlidir və bunlardan daha ağıllı olmalısan və daha ağıllı sistem qurmalısan ki, sən bunlara qalib gəlsin. Yoxsa Zaman eləyiblər, cəhd eləyiblər, hələ ki alınmır. yox, davamlı yoxdur. 2-ci Abdülhamid dönəmində ən çox xəfiyyə təşkilatları Osmanlıya aid idi. Ən çox xəfiyyələr Osmanlının idi. Amma tab gətirə bildimi? Davamlılıqdan və uzun vədəlikdən gedir söhbət. Və bu gün də müsəlman dünyasında dominantlıq yaradacaq bir dövlət ortaya çıxırsa, o dövlət tam müstəqil olacaqsa, siyasi sistem qura biləcəksə o ayaqda qalacaq. Və bugün İranı niyə yıxa bilmirlər? Hamı düşünürdü ki, bütöv İran Xameyni və Xameynidən ibarətdir. Amma gördülər, yox, orada bir sistem var. Orada 11 general öldürdülər. 11 general yerinə gəldi. Yenə sistem Ondan qabaqki sanksiyalar, 15 ildən çox sanksiya oldu. Sanksiyalar qoyaq kənara. Dözdü də yəni fərdlər bir-birini əvəz elədi, sistem axsamadı. Sistem öz işini görür. Ehtiyat variantlar həmişə var. Bəli, alternativləri var deməli. İndi biz də müsəlman dünyası olaraq nə vaxt ki ağıllanacaq, bunu bacaracaq, o zaman bunları məğlub edə biləcək. Yoxsa belə bunlar nə istəsə biz onu eləyəcək. Gələcəkdə hətta belə deyək, nə maaş olacaq, nə pensiya olacaq, bəlkə də qidalanma belə olmayacaq, həblərə əvəzləyəcək qidalanmaları, insan enerjisi tükənməmək üçün. İnsan ətdən olan robot olacaq. Vəssalam. Aydın, aydın. Çox sağ olun Ramin bəy. Çox yarımçıqlıqlar qaldı. Ümid edirəm ki, yaxın zamanlarda bir daha toxunar. Ona qədər də yəqin yeni məlumatlar yığılacaq. Amma ümumən Epşteynlə bağlı çox belə dərindən belə şəkilli formada məlumatlar verdiniz. Düşünürəm ki, heç bu barədə məlumat olmayanlar baxıb tam bir ilkin, bitkin fikir əldə elədilər. Təşəkkür edirəm. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa vurduq. Siz də baxdığınıza görə minnətdaram. Qonağımız da Son Ümid Xalq Hərəkatının rəhbəri Ramin Əliyev idi. Sağ olun, var olun, kadr arxasından çəkinməyin. Sağ olun.